Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə artıq qalan şəkərpara, paxlava, hətta qoğal içkiyindən hazırlaya biləcəyiniz yumuşaq, ləzzətli ağız dəriyən mütəkkə resepti paylaşacağım. Xəmirini hazırlamaq üçün əvvəlcə yoğurma qabına 4 stəkan un əlavə etdim. Onun üzərinə 150 qram kərə yağını əlavə edərək əlimlə umaç hazırlayacağım. Yağ otaq temperaturunda olsa yaxşı olar. Əgər otaq temperaturunda deyilsə, o zaman sürkəsidən keçirərək də umac edə bilərsiniz. Umaç hazır olandan sonra belə bir formada olmalıdır. Ortasını yuva formasında açıb hələlik kənara qoydum. Başqa bir qabda bir yumurta sarısı və bir bütöv yumurtanı əlavə etdim. Üzərinə 3 yemək qaşığı şəkər tozu, 1 paket vanil və 150 qram yağlılığı 20-25% olan xama, 1 çimdik duz əlavə edib yaxşıca qarışdırdım. Tam bir kütlə halını almalıdır. Belə bir formada olandan sonra hazırladığım umacın üzərinə tökdüm və son olaraq bir paket qabartma tozu əlavə edərək əvvəlcə spatula ilə qarışdırdım. Daha sonra əlimlə xəmir yoğuracağam. Xəmir yumuşaq, ələ yapışmayan bir xəmir əldə olunmalıdır. Yağlı xəmir olduğuna görə çox hamar görüntüyə sahib olmayacaq. Biraz da dəzgahın üzərində yoğurdum və gördüyünüz kimi xəmir topalanmağa başlayır. Yumuşaqlığını da göstərim, orta yumuşaqlıqda bir xəmir əldə etdim. Xəmiri tam bir kündə halına gətirib streç filmə bükərək soyuducuda təxminən 1 saata qədər dincəldəcəm. Xəmir dincəlməyəndə olsun, biz isə içliyini hazırlayaq. İçliyi üçün 200 qram qoz ləpəsini xırdalayıcıya əlavə edib xırdalayıram. Çox xırda etmirəm, bir qədər iri də saxlayıram ki, ağızda bilinsin. Başqa bir qabda bir yumurtanın ağı ilə 1 stəkan şəkər tozunu yaxşıca qarışdırdım. İstərsəniz mikser ilə də qarışdıra bilərsiniz, amma çırpıcı yetərli oldu. Yumurta ağı ilə şəkər tozu ağarandan sonra üzərinə xırdaladığım qoz ləpəsini də əlavə edib spatula ilə qarışdırdım. Belə formada içliyi əldə etdim, yəni əlinizlə forma verdikdə formasını saxlamalıdır. Xəmiri də 1 saatın sonunda soyuducudan çıxardım və bir qədər bərkiyib xəmiri 4 eyni bərabər hissəyə bölərək kündələyəcəm. Əgər otağınızın hərarəti istidirsə, kündələri soyuducuda da saxlaya bilərsiniz. Yox, normal istilikdədirsə, o zaman dəzgahın üzərindəcə kündələr qala bilər. Kündələri heç dincəltmədən ilk hazırladığım kündədən başlayaraq mütəkkələri forma verəcəm. Kündəni əvvəlcə gördüyünüz kimi əlimlə bir qədər açdım, dəzgaha da un səpərək oxlovla yayaraq böyüdürəm. Tez-tez un səpirəm ki, yuxa dəzgaha yapışmasın. Ölçüsünü gözə yarı götürdüm, yəni diametri təxminən 33-35 sm olana qədər yaydım. Təxmini olaraq yumru soba listi böyüklüyündə yaysanız bəs edər. Kənarlarını səliqəli şəkildə kəsib çıxardım və çıxardığım xəmirləri də atmayacağım. Və yaydığım xəmiri 12 eyni bərabər hissəyə böldüm. Və kənar hissələrindən gördüyünüz şəkildə 1 sm təxmini olaraq belə kəsiklər atdım ki, bükən zaman mənə rahat olsun. İçlikdən 1 çay qaşığı dolmayacaq şəkildə xəmirin üzərinə qoydum. İçliyə forma verməyə asan olduğuna görə də əlimlə uzunsov forma verdim ki, bükən zaman kənarlardan çıxmasın və görüntüsü daha gözəl olsun. Və mütəkkə kimi bir tərəfindən başlayaraq gördüyünüz formada rulon şəklində bükürəm. Kənarlarını kəsmək isə öz zövqünüzə qalıb, istərsəniz kəsici alətin dalğalı hissəsi ilə və ya düz hissəsi ilə kəsə bilərsiniz. Hamısını eyni formada bükdüm və növbəti kündəni sürətli şəkildə göstərəcəm. Eyni qayda ilə dəzgaha un səpdim. Xəmiri əvvəlcə əldə açmaq rahat olur ki, dairəvi şəkildə rahat da yaya bilirsiniz. Xəmiri gördüyünüz kimi eyni boyda yayıb, kənarlarını kəsərək çıxarıram. Kənarını kəsib çıxaran zaman bükdüyünüzdə daha səliqəli görünür. Və belə formada 12 eyni bərabər hissəyə böldüm. İçliyi miqdarında hamısına çalışıram ki, eyni qaydada qoyum. Əlimlə də səliqəyə salıb gördüyünüz şəkildə bükürəm. Bükən zaman xəmiri çox dartmıram, çünki xəmir çox elastik deyil, amma və dəzgahdan xəmiri ayırdığınız zaman bir qədər də yığıla bilər. Buna görə çox az bir şəkildə dartmaq lazımdır. Əvvəlcədən yağlı kağız sərdiyim soba listinə xəmirin bitiş hissəsi aşağıda olmaqla yerləşdirdim. 2 list olmaqla bişirəcəm. Mütləq aralıqlı məsafələrdə və bu şəkildə yerləşdirin ki, mütəkkələriniz açılmasın. Əvvəlcədən qızdırdığım 170 dərəcəli sobada alt-üst rejimdə sobanın alt tərəfinə yaxın rəfə yerləşdirməklə bişirdim. Bişmə vaxtı sobanıza görə dəyişə bilər, nəzarət etməlisiniz.
Altı bu şəkildə qızaranda, üstünün də çox az rəngi dəyişib pudra rəngi alanda artıq hazırdır. Gördüyünüz kimi çox gözəl görünür. İçliyi qətiyyən axmır, olduqca yumuşaqdır. Zövqə görə üzərinə pudra şəkər də səpərək servis edə bilərsiniz. Bu qədər dəyərli izləyicilər, əminəm ki, bu videonu çox bəyənəcəksiniz və hazırlasanız çox məmnun qalacaqsınız. Nəticələrinizi isə rəylər bölməsində gözləyəcəm. Bəyənib abunə olmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Allah'a əmanət olun.